Bağışlayan və mehriban uca Allahın adı ilə. Biz keçən verilişimizdə Fatihə surəsinin tilavətinin fəziləti və onun təsirləri haqqında danışmışdıq. İstərdim bu verilişimizdə də bir neçə fəzilət və xüsusiyyətlərə işarə edəm. Peyğəmbərimiz belə buyurdu: hər kəs Həmd surəsini qiraət edərsə, bütün səmavi kitabları tilavət edən insana verilən savab qədər savab verər. İbn Abbas Peyğəmbərimizdən belə nəql edir: Fatihə Qur'anın 3-dən biridir. Hər kəs Fatihə surəsini 3 dəfə tilavət edərsə, bütöv Qur'anı tilavət etmiş kimi hesab olunar. Peyğəmbərimiz buyurdu: Həmd surəsini tilavət edən insana, mömin kişi və qadınlara ehsan edib sədəqə verən insan qədər savab verilər. İbn Kəb belə nəql edir: bir gün Peyğəmbərimizin yanında Fatihə surəsini tilavət etdim. Tilavətim qurtardıqdan sonra Peyğəmbərimiz buyurdu: and olsun o uca Allaha ki, canım onun əlindədir. Heç bir kitabda bu surə kimi bir surə yoxdur. Bu surənin fəziləti, bu surəni tilavət etməyin üstünlüyü o qədərdir ki, adından da məlumdur. Qur'anın anası adı. Bu surənin üstünlüyünün bir nişanələrindəndir. Bu surəni tilavət etməyin insanın canında ayrı təsirləri də vardır. Hədislərimizdə gəlibdir: bu surəni tilavət etmək gözə nur gətirər, ömrə bərəkət gətirər, var dövlətə bərəkət gətirər. Hətta İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunubdur: əgər evinizdə qızdırmış insan varsa, bir qədəh suya 40 dəfə xalis niyyət ilə, mənalara diqqət etməklə, uca yaradanı diqqətdə saxlamaqla bu ayələr tilavət olunarsa və qızdırması olan insanın üstünə o su tökülərsə, o dəqiqə onun qızdırması gedər. Ayrı bir hədislərimizdə var: evə daxil olarkən çalışın Həmd surəsi oxuyun, Qul Huvallah surəsi oxuyun ki, evinizin bərəkəti artar.